Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə sum, array və find metodları haqqında danışacağıq. Bunların istifadəsini sizə göstərmiş olacağam. Sol tərəfə bağlayıram buradan. Baxın, bir dənə arrayimiz var. İçərisində 1-dən 5-ə qədər rəqəmlərdir. Bu array üzərində metodların istifadəsini sizə göstərmiş olacağam. İlk öncə sumdan başlayırıq. Array üzərində sum metodunu çağırıram. Baxın, bu bizdən bir function alacaq, callback function alacaq. Callback functionun nə olduğunu bilməməyiniz normaldır. Gələcək dərslərdə izah edəcəm bunu sizə. Bu da baxın, value index bir də ki array formasında alır. Yəni sum'ın içərisindəki callback functionda bu formada necə mapdə filtrdə almırdı. O formada value index və array'in özünü ala bilir. Yəni value ilə biz indeksdə dayanan dəyəri tuta bilirik, indekslə indeks nömrəsini tuta bilirik, array ilə də həmin array'in özünü tuta bilirik. İndi məsələn mən bura value deyil, x da deyə bilərəm. Bu formada da yazmaq mümkündür. Gəlib buraya yazıram return x məsələn qalıqla bölmə 2 bərabərdirmi neçəyə? 0. Ctrl S edirəm. İndi bu nəticə qaytaracaq. Sum bizə geriyə nəticə qaytaracaq. Ya true ya da ki false. İndi izah edəcəm bunu. Const deyirəm. Baxın. Məsələn response deyirəm buna. Və gəlirəm aşağıya. CLC deyib response-u konsola yazıram. Ctrl S edirəm. Baxın true cavabı qaytardı bizə. Səbəbi nədir bunun bəs? Burada fikir verin. Mən şərt yazmışam. X-in 2-yə bölünməsin 2-yə böləndə, X-i 2-yə böləndə qalıqda 0 olur yoxsa olmur? Sum metodu daha doğrusu dedi ki ya true ya da ki false qaytaracaq. Yəni Boolean tipində bir şey qaytarır. Ya true qaytaracaq ya false qaytaracaq. True'nu nə vaxt qaytarır, false'u nə vaxt qaytarır soruşsaz əgər, sum metodu istifadə olunan array üzərində, daha doğrusu hər hansı bir array üzərində istifadə olunduğu zaman hər hansı bir value üçün, yəni indeksdə dayanan value üçün, dəyər üçün bu şərt ödənirsə, biri üçün, ən azı biri üçün ödənirsə, o bizə true cavabı qaytaracaq. Ən azı biri üçün. Məsələn, burada 2 ilə 4 üçün bu şərt ödənir də, elə deyil, true olur. Məsələn, mən burada 4-ü silsəm, kontrol edirəm. Baxın, true cavabı yenə qalır burada. Çünki bu 2-də zaten ödənir. 1-də, 3-də, 5-də ödənmir, fikir verin. Amma bir dənə 2-də ödəndiyi üçün bizə true cavabı qaytardı. Yəni 2-ni 2-yə böləndə qalıqda 0 olduğu üçün, bura true olduğu üçün ümumi nəticəsi də bizə true qayıtdı. Fikir verin, responsa true gəlib yerləşdi. Amma məsələn 2-ni də buradan silsəm, kontrol versəm, artıq false qayıtdı. Çünki heç bir nəticədə ödənmədi. Yəni nə 1, nə 3, nə də 5 üçün ödənmədi bu şərt. Çünki onların 2-yə bölünməsinə alınan qalıq 0 olmur. Ona görə də false qaytardı. Yəni qısa olaraq adından göründüyü kimi sum metodunun true qaytarması üçün ən azı bir dənə element üçün o şərt ödənməlidir. Bu sum içərisində yazılan şərt ödənməlidir. Ən az biri üçün. Onda true qaytaracaq. Yox, əgər heç biri üçün ödənmirsə, onda false qaytaracaq. Harda istifadə olunur desəz əgər, məsələn, inputların dolu olub olmamasını yoxlamaq üçün istifadə oluna bilər. Yəni fərqli-fərqli yerlərdə istifadə oluna bilər. Sadəcə bu belə deyək də bu tədris, daha doğrusu dərslər bir dəfə çəkilir. Ona görə də istəyirəm ki, önəmli olan deməli mövzular, metodlar bu dərsdə yer alsın. Ona görə də bunları izah edirəm sizə. İndi gəlirik array-yə baxırıq. Array-in də adından göründüyü kimi bu da sum'ın tərsi olacaq. Yəni bunun true qaytarması üçün bütün elementlər üçün bu şərt ödənməlidir. Bütün elementlər üçün bu şərt ödənməlidir. O biz keçmişdik, deməli and və or operatorunu keçmişdik. Orada true və false qaytarması bir tərəfdə ona bənzəyir. Sum'la array-ni ona bənzədə bilərik. Qeyd etdiyim kimi array-nin true qaytarması üçün bu şərtin bütün elementlər üçün ödənməsi lazımdır. Məsələn, bura gəlib 6 desəm, 3-ə desəm 10, bu formada hamısını cüt eləyirəm də fikir verin. Bu da 50 olsun da. Ctrl S eləyirəm, baxın true cavabı qayıtdı bizə. Fikir verdiniz. Çünki bu elementlərin hər biri üçün ödənir bu şərt. Hər biri üçün true qaytardığı üçün bizə true cavabını geriyə return elədi array metodumuz. Yəni bu array metodu da bizə ya false qaytaracaq ya da true qaytaracaq. False-u qaytarır ən az birində ödənmədiyi halda, məsələn 5-də ödənməsə kontrol edirəm, false qaytardı artıq. Bunların hamısında ödənir, amma bir dənə 5-də ödənmədiyi üçün bizə false qaytardı. Fikir verin. Amma true-nu nə vaxt qaytarır? Bütün deməli elementlər üzərində ödəndiyi halda, şərt ödəndiyi halda, bu şərt burada yazılan şərt nədirsə, o ödəndiyi halda bizə true cavabını return edir. Aydındır? Bunu da callback function-ında deməli x yazıb vergül yazıram. Value, index və array-in özünü tuta bilərsiniz. Lazım olduğu halda təbii ki. İndi mən bunu array üzərində göstərirəm. Təbii ki, bunu fərqli belə deyək də yöntəmlərlə fərqli formada istifadə etmək olar. Sadəcə burada sadə formada sizə istifadəsini göstərirəm. Bu da belə, bu da oldu array metodumuz bizim. Ctrl-K eləyirik bunu. Və sonda find var burada. Find'i da göstərim. Baxın. Find yazıram bura. Ctrl-S eləyirəm. 6 cavabını qaytardı bizə, fikir verin. Bu artıq biraz fərqli formala işləyir. Bu bizə Boolean tipində bir şey return eləmir. Bu bizə nə return eləyir? Baxın, bunları hətta düzəldək. Bir dənə burada 2 olsun.
3 olsun, 4 olsun, bu da 5 olsun. Ctrl S edirəm. Baxın 2-də, bu dəfə 2 qaytardı bizə. Find metodu soldan sağa doğru axtarmağa başlayır. Array üzərində yazmışıq da elə deyil. Bu arraydə axtarmağa başlayır. Və bu şərt hansı elementdə ödənirsə, hansı value-da, hansı indeksdə duran dəyərdə ödənirsə, onu bizə return eləyir. Amma ilk tapdığını return eləyəcək. Yəni burada fikir verin, bu şərt həm 2 üçün, həm 4 üçün ödənir. Amma burada ilk öncə 2-ni gördüyü üçün birbaşa 2-ni bizə return elədi. Yəni bu find-ı istifadə eləmək daha yaxşıdır harda? Məsələn, unique dəyərlər olan hər hansı bir şey var. Bu şərt, düşünün ki, buraya elə bir şərt yazmışıq. Məsələn, ID dəyərləri ola bilər. Ən sadə dildə desək, ID dəyərləri bir-birindən fərqli olur da, unique olur. Yəni biz dedik ki, o datanın şəxsiyyət vəsiqəsidir deyə bilərik. Hər insana necə şəxsiyyət vəsiqəsi özəl deyil, ID də hər bir dataya özəldir deyə bilərik. Hər bir value-ya nəsə özəldir deyə bilərik. Hə, məsələn, database-də deməyək, ən azından hər hansı bir siyahı içərisində, array içərisində bir şey axtarırıqsa, örneğin ID-yə görə. Bu ID bilirik ki, unique-dir, bir dənə. Yəni bu ID-dən varsa bu deməli siyahı içərisində bir dənə olacaq. Başqa olmayacaq. Hə, bunda find istifadə edə bilərik. Çünki gedib zaten onu tapıb qaytaracaq. Amma bu formada yazılışı biraz düzgün olmur. Niyə görə? Çünki burada mənə 2-ni qaytardı. İlk gördüyün qaytardı. Burada məsələn 6 olsaydı, kontrol edirəm, 6 qaytaracaqdı mənə. Aydındır. Hə, ola bilər ki, bu formada istifadəsi indi bilmirəm hansı vəziyyətdə uyğundursa, onun istifadəsi olar. Amma qeyd etdiyim kimi, yəni bu vəziyyətlərdə find-in istifadəsi daha çox uyğun deyil. Find daha çox istifadə olunmalıdır harda? Unique dəyərlərin saxlandığı siyahılar üzərində. Aydındır. Məsələn, bu 6-nı silsəm buradan kontrol etsəm, gəlib 4-də artıq işləyəcək. 1-də bu şərt ödənmir, false ona görə qaytarmır heç nə. Gəlir bu vergüldə keçir, 3-ü də keçir, 4-ə gəlir, artıq 4-ü gördü burada. İndi burada bundan sonra nə qədər cüt ədəd olsa gedib onlara baxmayacaq. 4-ü gördü və salam, 4-ü bizə return elədi. Aydındır. Amma burada yalnız unique dəyərlər olsaydı, obyekt formasında məsələn ID-lər olsaydı, həmən bizə bir ID gəldi, həmən ID-ni göndərdik, axtarırıq da düşünün. Həmən ID-nə yoxlayırıq. Bu ID-yə bərabərsə həmən datanı bizə geri return elə. Biz də bilirik ki, o ID-dən varsa orada bir dənədir. Hə, onda artıq ilk tapdığını bizə return eləməyə elə də vacib deyil. Zaten ondan bir dənə olduğu üçün elə onu tapan kimi return eləyəcək. Amma bu vəziyyətdə dediyim kimi, hər vəziyyətdə zaten find ilk gördüyünü bizə return eləyir. Aydındır belə. Amma tapa bilməsə, kontrol edirəm, anti-find qaytarır bizə. Yəni bu şərtə uyğun olmayan, siyahı yekunlaşanda bu şərtə uyğun olmayan, daha doğrusu uyğun olan ən azı bir data yoxdursa, onda bizə undefined qaytaracaq. Aydındır. Amma siyahının sonunda belə uyğun olan olsa ya da birinci sırasında uyğun olan olsa, yəni soldan sağa doğru hansını tez görürsə onu qaytarmış olacaq bizə. Bu da find metodunun istifadəsidir. Bunu da sizə göstərmək istədim. Bu səhv etmirəmsə ES6-da gəlməlidir ya da bilmirəm. Ola bilər bir sonrakında onu dəqiq bilmirəm, amma Sumla Every onu bilirəm ki, ES5-in metodlardır, ES5-də gələn metodlardır. Yəni. Bu da belə Sum, Every və Find metodları haqqında idi. Artıq bir sonraki dərsimizdə ES6 ilə, yəni ECMAScript 6 ilə davam etmiş olacağıq. Orada for of-dur, for in-dir və s. kimi bəzi yeniliklər ki var. Onları çalışıb sizə izah etmiş olacağam. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.